Azal təyyarəsinin qəzası ilə bağlı ən ali səviyyədə bildirmişdik ki, Azərbaycanın mövqeyi bu mövzuda qətiyyətlidir, birmənalıdır. Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, ötən ilin oktyabrında Azərbaycan və Rusiya prezidentləri arasında görüşdə Rusiya prezidenti tərəfindən səsləndirilmiş tədbirlər həyata keçirilməlidir. Oktyabr ayında Azərbaycan Respublikası Prezidenti ilə Rusiya Federasiyası Prezidenti arasında görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş yanaşma, hansı ki bu təyyarənin vurulmasının Rusiya Müdafiə Nazirliyinin səhv ucbatından baş verib və buna dair bütün tədbirlərin görüləcəyini, buna hüquqi qiymət verilməsinin, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir və bizim gözləntimiz də məhz bundan ibarət.